Salam əziz müəllimlər və izləyicilərimiz, sizləri xoş gördük. Bugün sizinlə fizika müəlliməniz Könül Əliyevadır. Mənim bugünkü video izahım dəyişən elektrik cərəyanı başlığından ətraflı yazılı cavab tələb olunan tapşırıqların həlləri olacaqdır. Əgər bu videonu mənimlə yanaşı şəkildə əvvəldən axıra kimi həll etsəniz, o zaman bu testlərdə çətininiz olmayacaqdır. Birinci sualımızdan başlayarıq. 30,2 ohm aktiv müqaviməti naqildən keçən cərəyan şiddətinin, yəni i-nin zamandan asılı qrafiki verilmişdir və gərginliyin təsirci qiymətini tapın. Gərginliyin təsirci qiyməti deyirsə, bu adi U-dun soruşur bizə. Yəni ayağında M olan deyil. Ayağında M olan ya amplitud ya da maksimum deyəcəkdir. Yəni adi gərginliyi soruşur. Sonra verilən hərfimizdən digəri burada 30,2 aktiv müqaviməti. Aktiv müqavimət R-dir. Bunu verib bizə 30,2-dən ibarətdir. Və buradakı qrafikimizə baxıram. Bu bizim cərəyan şiddətimizdir. Cərəyan şiddətinin zamandan asılı qrafiki verilir. Biz bilirik ki, bax buradakı şaquli xəttin yerində hansı fiziki əməd durursa, onun təpə və çökük nöqtələri verilən fiziki əmədlərimizin maksimudur. Onda deməli cərəyan şiddətimizin maksimum qiyməti 0,3 amperdən ibarətdir. Adi cərəyan şiddəti yox, ayağındakı M olandandır. Yəni maksimum şəkildə. Belə. Amma ki, buradakı bax bu üfüqi xətt bizim tez zaman oxudur. Biz bu tez zaman oxundan periodumuzu çıxarda bilərik nə zaman? Ya sarğac olsa, yəni sarğac və yaxud da kondensator olsa, yəni sarğaca görə müqavimət XS, üzr istəyirəm XL, amma kondensatora görə müqavimətimiz XS olarsa, amma bu aktiv müqavimətimiz R olduqda, burada period bizə lazım olmayacaqdır. İndi başlayırıq ohm qanunucu yazmağa. Bilirik ki, cərəyan şiddət bərabərdir aktiv müqavimətimizə görə U bölünsün R-dən ibarətdir. Mənə adi U-nu deyirsə, onda mən də bunun ayağını heç nə atmayacağım. Və buradakı gərginliyi tapıram, bunu soruşur. Gərginlik bərabərdir, I R-ə vurulmuş olacaq. Amma baxıram ki, əlimdə I yox, IM-dir. I-ni nə cür taparıq? I bilirik ki, nəyə bərabərdir? Cərəyan şiddətinin maksimum qiyməti bölünsün kökdə 2-dən ibarətdir. Maksimum 0,3-dür. Və bir də düstura görə bölünsün 2-dir. Yəni mən burada cərəyan şiddətinin qiyməti olaraq yerinə 0,13 bölünsün kökdə 2-ni yazacağım. İndi gərginlik bərabərdir. I-nin yerinə yazıram ki 0,3 bölünsün kökdə 2 və R müqavimətimizdə bizə 30 kökdə 2 verilibdir. Bunu da yazıram onun yerinə 30 kökdə 2. Kökdə 2-lərimiz ixtisar olunacaqdır. 0,3 də 30-a vurularaq bu da eləyəcəkdir cavab 9 voltdan ibarət. Növbəti sualımıza baxıram. Bu tərəfə çevirək bunları. 2-də uyğun düsturları yazmaqla verilmiş induktivli sarğaçda qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətin amplitud qiymətinin dəyişən cərəyanın rəqs periodundan asılı qrafikini çəkəcək. Deməli belə, bizə deyir ki, cərəyan şiddətin amplitud qiyməti, amplitud deyirsə, yəni bax, amplitud deyirsə, deməli bu IM-dir. IM-in perioddan asılı qrafikinə baxmalı. Bu belə olduğu halda mənim gözüm nəyə gəzməlidir? Bax, bu dəyişik cərəyan dövrəsində burada sarğac varsa, sarğaca görə ohm qanunumuzu yazırım. Düstur I bərabər U bölünsün R-dir. Amma sarğac olarsa, artıq mənim buradakı R müqavimətinin yerinə mən XL-imizi yazacağım. Onda U bölünsün XL olacaq. Sarğaca görə müqavimət XL-dən ibarətdir. Sonra cərəyan şiddəti maksimum deyirsə, onda gərginliyin də ayağına eyni indeks atılacaq, UM olacaqdır. Bir yandan da bilirəm ki, XL-imin açılışı omega L-dən ibarətdir. Ona görə XL-in də yerinə omega L-i yazırıq. Və period bizdən asılılığı verirsə, perioda görə həmişə omegadan baxacaqsın. Yəni, onda omeganın da yerinə mən yazacağım. Deməli, yazaq ki, 2pi bölünsün period, bir də vurulsun L-dir. Perioda fikir versən, məxrəcdən aşağı olan fiziki qiymətlər həmişə qalxırlar sürətə. Yəni, perioda gətirəcəm, sürətə qoyacam. Və belə. O da olur nə? UM vurulsun T bölünsün 2pi L-dən ibarətdir. Mənə lazım olan tərəf haradır? IM-lə periodun asıllığına baxıram ki, bunlar düz asılıdır. Çünki hər ikisi sürətdə yerləşir. Düz asılılığımızın da qrafiki belə olacaqdır. Üçüncü sualımıza baxıram. Uyğun düsturlara yazmaqla verilmiş kondensatora qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiyməti perioddan asılı qrafiki hansı olacaqdır? İndi isə IM-in T-dən asıllıq qrafikini kondensatora görədir. Bayaqlarım purşun var idi, sarğaca görə baxmışdıq. İndi kondensator var görə buna görə baxacaq. Deməli, yəni ohm qanunumuzun düsturunu yazıram. IM bərabərdir UM bölünsün R.
Ama gördüğümüz gibi burada kondensator vardı. Kondensatora göre müqavimətimiz XS olacaqdır. Deməli, onda erin yerinə XS-imizi qoyacağım. Və həmçinin bilirik ki, XS-in açılışı 1 bölüsün omega s'dir. Onda bu ifadəmiz bizim belə olacaq. IM bərabər OM. XS-in yerinə yazacağım 1 bölünsün omega s. Və omega s'yə baxıram ki, məxrəcdən aşağı olan hərflər sürətə qalxacaqdır. Da UM vurulsun omegası bölünəcək 1. Biri də yazmağın bir önəmi qalmır. Sonra period olan yerdə omegadan çıxış edə bilərəm. Yəni omeganın yerinə 2pi bölünsün t yazacağım. UM vurulsun omeganın yerinə 2pi bölünsün period vurulsun s'dir. İndi isə buradan görürəm ki, IM periodla kondensatora görə tərs asılıdır. Amma bayaq düz asılı idi. Onda tərs asılığımızın qrafiki bizim bu cür şəkildə olacaqdır. Bax. Gəl bundan öncəki sualı göstərim. Bax, bundan öncə nə cür idi? Eyni fiziki əməliyyatımız idi, amma t ilə düz asılı idi. Çünki düsturumuz bizim belədir də. İm bərabər idi. UM deməli məxrəcimizdə el idi. Burada 2pi, bir də burada t idi. Ona görə ki, im t ilə düz asılı idi. Amma bayaqki şərtimizdə isə bu düz asılı, tərs asılı gəlib çıxacaqdır. Yaxşı, baxaq sonraki sualımıza. Yəni burada həmişə fikir verin nəyə? Sarğacdırmı, yoxsa kondensatordur? Kondensatorsa müqaviməti XS, sarğacdırsa müqavimətimizə XL qoyulacaqdır. Yox, əgərlərin belə olarsa, yəni belə bu cür düzbucaqlı şəkildə olarsa, onda buna qoyacağımız müqavimət R olacaqdır ki, həmin bu R müqavimətimiz T-dən, TZ-dən asılı olmayacaq. Çünki müqavimətin yerinə ρl bölünsün S yazılacaqdır. Dördüncü sualımıza baxıram. Uyğun düsturları verilmiş, yazmaqla verilmiş induktivli sarğacın dəyişən cərəyan dövrəsində dəyişən cərəyan şiddət amplitud qiymətinin rəqslərin tezinin asılıq qrafikini çəkin. Gərginliyin amplitud qiyməti sabitdir. Gərginliyin amplitud qiymətdirsə adi U yox, ayağında M olanı bizə sabit şəkildə verəcəkdir. İnduktivli sarğac dəyişən cərəyandır. Cərəyan şiddətinin amplitudunun, yəni IM-in Newton asıllıq qrafikini bizdən soruşur ki, bu nə cür olacaqdır? Yaxşı. İndi gəl baxaq görək necə olacaqdır. Burada baxırıq nəyə, hansı sözə? Sarğac var. Sarğacımız var deyə, onda bizim ohm qanunumuza görə düstur U bölünsün daha R yox. Sarğaca görə artıq biz buna XL qoyacaq. Amma kondensator desəydi, onda kondensatora görə müqavimətimi XS qoyulacaq. Sarğac deyildiyinə görə sarğaca görə müqavimətimizə XL yazılacaqdır. Yaxşı, XL. Bir XL-in də açılışı bilirik ki, nədir? Omega L-dən ibarətdir. Onda amplituda dediklərinə görə cərəyanın da gərginliyin dayağına maksimum atırıq. Və IM bərabərdir UM. XL-in də açılışı omega L-dən ibarətdir. İndi baxıram, tezlik var. Tezlik vardı ya, o zaman omeganın yerinə 2 pi yazacağım. Və omeganı silirəm. Omeganın yerinə 2 pi yazanda görürəm ki, buradakı cərəyan şiddətin maksimumu tezliyimizlə tərs asılıdır və tərs asılılığımızın qrafiki bu şəkildə olacaqdır. 5-ci sualımıza baxıram. Ampermetrin göstərişi 12 amper, R1 və R2 verilibdir. Dövrənin uc nöqtələrindəki gərginliyin amplitud qiyməti nəyə bərabər olacaqdır? Bax, indi mən nə görürəm? Buradan mən görürəm ki, artıq aktiv müqavimətimiz var. Onda aktiv müqavimətimizə görə gərginliyin amplitud qiyməti daha düsturumuz U bərabərdir. R-dən ibarət olacaqdır. Amma yenə deyirəm, sarğac olsaydı R-in yerinə XL olacaq idi. Kondensator olsaydı R-in yerinə XS-imizi yazacaqdı. Bu da belə. İndi davam edirək. Buradan bizə gərginliyin amplitudunu deyirsə, deməli gərginliyin ayağını M atacağım. Onda cərəyan şiddətimizin də ayağını M atacağım. Birində indeksiz, digərində ola bilməz. Yəni hamısının indeksləri eyni şəkildə olacaqdır. Sonra müqavimətlərimə baxıram ki, bu müqavimətlərimiz bizim ardıcıl şəkildə qoşulubdur. Ardıcıl vəziyyətimizə görə isə ümumi müqavimətimizi tapanda fərqli müqavimətlərimiz toplanacaq. Yəni R1 ilə R2-nin cəmi R1 3, R2 də 2-dir. Deməli, bunların ümumi müqaviməti 5 ohmdan ibarətdir. Sonra baxıram nəyə? Bizim əlimizdə burada ampermetrin göstərişi 12 amperdir. Yəni, adi cərəyan şiddətin 12 amperdir. Amma mənə nə lazımdır düsturuma görə IM maksimum. O zaman biz də bilirik ki, cərəyan şiddətinin təsir edici qiyməti onun maksimumu bölünsün kökdə 2-dən ibarətdir. Və mən gətirəcəm, bax, buradakı IM-i tapacağım. IM bərabərdir. Kökdə 2 i-dən ibarətdir. İ-mizi də bizə nə qədər veribdir? 12 veribdir.
İ'nin yerinə də 12 yazdım. Deməli, İ20 2-12-dən ibarət. Kökdə 2-12-dən. Və verilənlərimizi götürək, yerləşdirək. Bu M bərabərdir. İ-M'in yerinə bax bu ifadəni yazacağım. Yəni kökdə 2 vurulsun 12-dən ibarətdir. R müqavimətimiz də bizim 5-dir. R-in də yerinə 5 qoyacağım. 12-ni 5-ə vuranda bu elədir 60, kökdə 2. Bir də baxıram ki, buradakı kökdə 2-ni mənə 1,4 veribdir. Onda mən belə yazacağım. Kökdə 2-nin yerinə 1, onda 4 yazacağım. Bu tamla bu tam da aradan gidecek. Qalır 6 vurulsun 10, 4'ten ibarəttir. Bu da nə eləyəcəkdir? Deməli 84 voltdan ibarət olur sualımızın cavabı. 5-ci sualımız olur belə. İndi 6-cı sualımıza baxaq. 6-cı sualda dövrənin uc nöqtələrindəki gərginlik bu qanun üzrə dəyişir. Ampermetrin göstərişini tapın. Ampermetrin göstərişinin adi olsun deyir. Yəni indeksində heç nə olmayan var. Bunu soruşur bizdən. İndi bu tənliyimi gətirim köçürdüm bura. Aydın yaz görünmürəm. Görə bilmədim. U bərabərdir 140 sinus 10 t'dən ibarətdir. Buna görə tənlik yazıram. U bərabər idi UM sinus omega t'dən ibarətdir. Buradan görürəm ki, UM-imizin qiyməti 140-dır. Deməli, yazıram UM bərabərdir 140 voltdur. Bax, önündəki vahidi də fikir ver, gör, voltla mı verir, nəylə mi verir, onu dəqiq yazmaq lazımdır. Omegaya da baxanda, omega ya sinusla t'nin ortasında, ya da kosinusla t'nin ortasına yerləşir. Deməli, omegamız da bizim burada 10'dur. Və nə deyir bizə? Adi cərəyan işlətimizi soruşur. Bir də baxıram ki, bizim müqavimətlərimiz var. R1 müqavimətimiz və R2 müqavimətimiz var. Bu birləşməyə görə baxanda isə buradakı birləşmə artıq paralel birləşmədir. Bax belə. O zaman baxıram paralel birləşməmizdir. Paralel birləşməmizdə fərqli müqavimətlərimiz olanda bunun tapılma yolu belədir. R1 vurulur R2-yə, məxrəcimizdə isə R1 üzərinə gəlsin, R2 şəklində olacaq. R1 100, R2 25, məxrəc də 100 ilə 25-in cəmi. Bu da elədi 125'dən ibarət. İndi buradan da bunları sadələşdirsək, 125'i 25'ə böldükdə bu gəlib 5 düşəcəkdir. Məxrəcimizdə 5 qalır. Belə 100'ü də 5'ə böləndə bu da olacaqdır 20. Belə deməli ümumi müqavimətimiz bizim buradan yazıram ki, ümumi müqavimətimiz 20 ohmdan ibarət olacaqdır. Sonra i'ni soruşur. Ohm qanunumuzun düsturunu yazıram. I bərabərdir o zaman U bölünsün R'dir. Yenə də deyirəm bax, ampermetrin göstərişi adi i'ni soruşur. Onda gərginliyin dayağına adi U yazacağım. Yəni eyni indeks. Bir də R var. Heç bizə buradan omega lazım olmayacaqdır. Elə sadəcə yazdıq. Omega lazım olmayacaq. Omega nə zaman istifadə edirik? Ya demək sarğac verilsə XL olardı müqavimətimiz, ya da tutum olsa XS olarsa, yəni bu zamanlar biz omeganı, periodu, tezliyi istifadə edəcək. Amma aktiv müqavimətimizə görə bunu periodu, omeganın tezliyi istifadə eləməyəcək. Yaxşı. Sonra baxıram ki, gərginliyimin maksimumu verilib də. Amma mənə adi U lazımdır. Adi U'nu, yəni gərginliyin təsir edici qiyməti tapmaq üçün gərginliyin maksimumu kökdə 2'yə bölünəcək. Yəni UM də 140'dır. Bölünəcək kökdə 2'yə. Kökdə 2'nin də baxıram ki 1,4 veribdir. Deməli kökdə 2'nin yerinə 1,4 qoyacağım. Onda 140 da 1,4'ə bölünəndə bu da düşəcəkdir 10 100 voltdan ibarət gərginlik. Adi gərginliyi belə tapırıq. Gərginlik 100, müqavimətimiz də 20'dirsə 10 da 2'yə bölünəndə cərəyan şiddətimin təsir edici qiyməti 5 amperdən ibarət olacaqdır. 7-ci sualımızda aktiv müqaviməti 20 ohm olan konturda cərəyan şiddət bu qanuna görə dəyişir. Kontur 2 saniyə müddətində ayrılan istilik miqdarımız nəyə bərabər olacaqdır? Aktiv müqavimət deyilirsə bu R deməkdir. Yəni R bərabərdir 20 ohm. Sonra zamanımız bizim 2 saniyədən ibarətdir. İstilik miqdarımızın da qiymətini soruşur. Bir də baxıram burada nəyə? Dedik, birinci gələn hissə verilən fiziki qiymətin həmişə maksimumu olacaqdır. Yəni bu İM-imizin maksimumu olaraq 10 amperdən ibarətdir. Vahidə də fikir ver, amperdən ibarətdir. Yəni bayaq dediyim kimi buradakı 40 pi olan omegamızdır. Bu nə zaman lazım olacaq? Sarğaca görə müqavimət XL olarsa, kondensatora görə müqavimətimiz XS olarsa, omega o zaman lazımdır. Amma aktiv müqavimətimizə görə omega tezlik periyod bizə lazım olmayacaqdır. İndi istilik miqdarın bu verilən fiziki qiymətlərə görə düsturunu çıxardıram.
Q bərabəri idi. Sabit cərəyan qanununda keçmişdi ki, düstur i kvadratı r t'dən ibarətdir. Amma gərginin əlində maksimumu varsa, onda biz nə edirik? Dedik ki, i-nin yerinə im bölünsün kökdə 2 yazacaq. Bax, bu i-nin yerinə bu ifadəni yazsaq, onda bizim bu ifadəmiz olacaq belə. im kvadrat bölünsün 2. Çünki o kökdə 2 idi. Bax, bunları ilə bir belə kənarda gəlirsən kvadrata yüksəldər. Çünki olacaq nə? im kvadrat bölünsün kökdə 2-nin kvadratı. O da kökdən çıxacaq, 2 şəklində qalacaqdır. Yəni, imin yerinə belə qoyduq, düsturumuz olur r-dir. Verilənləri köçürdürəm. im 10-dur, onun da kvadratı 100 yazıram. Bölünsün 2, r 20-dir, t də 2-dir. Buradan da ixtisar olunur. Bu da eləcəkdir. 2000 joldan ibarət ya da bunu başqa sözlə 2 kilojol da yazmaq olar. Çünki kilo 10 üstü müsbət 3-dürsə, onda bu 2 kilojol şəklində alınacaqdır. 8-ci sualımıza baxıram. 8-də aktiv müqavimət 200 ohm olan naqildə cərəyan şiddəti bu qanuna dəyişir. Rəqsin perioduna bərabər olan müddətdə naqildən ayrılan istilik miqdarı nədir? Bax, indi gör nə deyir burada. Period dəyişik müddətə bərabərdir. Zamanımız, yəni bizim periodumuzla zaman bir-birlərinə bərabər olacaqlar və istilik miqdarını soruşur. 200 sualdır. Buradan da baxırıq biz nəyə? Gəl yine buradan bu hissəni görməyə çalışaq. Bax, bu kosinus qanuna görə sən də mən kosinus tənini yazırım. I bərabər idi im. Kosinus omega t'dən ibarətdir. Belə. Görürəm ki, i'miz bizim nə qədərdir? Buradan 4-dür. İ'min yerinə, yəni cərəyan şiddətinin maksimum qiyməti 4 amperdən ibarətdir. Digər yandan omegaya baxanda, omega ya sinusla t'nin ya da kosinusla t'nin ortasına yerləşir. Deməli, omegamız ise bizim burada 5 pi'dən ibarətdir. Omega yerinə 5 pi'ni yazırım. Bir də bizə belə bir şərt verib. Deyir, zaman t'yə bərabərdir. Onda biz bu omeganın içindən zamanı çıxartmalı. Periodumuzu tapacaq və onu zamanla əlaqələndirəcək. İstilik miqdarının da düsturuna baxanda Q bərabərdir. I-nin kvadratı r-t'dir. Amma əlimdə cərəyan şiddətimin maksimumu var deyə dedik ki, ona bu necə olacaq? I-nin yerinə im bölünsün kökdə 2 yazacağım kvadratı şəklində. İ'min kvadratı kökdə 2'nin də kvadratı kökdən çıxaraq 2 şəklində olur. Vəssalam, bax, bizim bu ifadə, son ifadə bu şəkildə qalır. İndi lazımdır mənə zamanı tapmaq. Zamanımız yoxdur. Özü də zamanı bizə solaxay şəkildə verir. Yəni, zamanı periodun əlaqələndirəcəmsə, onda omeganın yerinə 2 pi bölünsün period yazacağım. Bərabərdir 5 pi'dən ibarətdir. Pi'lərimiz buradan ixtisar olunacaqdır. Və oradan da periodumuzu tapanda period bərabərdir. 2-ni 5'ə böləcəm. Bu da elədir 0,4 saniyə. Bax, indi mən periodumu 0,4 tapdımsa, deməli onda bizim zaman da 0,4'dür. Çünki özünün verdiyi şərtə görə deyir ki, zaman elə perioda bərabərdir. Bax, perioda bərabər olan müddət nədir? Zamandır. Period nədir? T'dir. İkisinin bir-birinə bərabər olmağını dedi. Omeganın sayəsində periodu çıxartdım və oradan da bunu zamanla əlaqələndirdik. İndi verilənləri qoyuruq yerinə. Cərəyan şiddətimizin maksimum qiyməti 4 amperdən ibarətdir. Bunun yerinə 4 amper qoydu. Kvadratdır, bölünsün 2. R müqavimətimiz bizim nə qədərdir? Baxaq. Aktiv müqavimətimiz R verilibdir bizə 200 ohmdan ibarətdir. 200'dür. Zamanı da 0, onda 4 tapdıq. Deməli, 4'ün kvadratının yerinə 16 yazacağım. Sonra 200 ilə bu ikili ixtisar olanda bunun yerində 100 qalır. Bu tam ilə bu 0 tam bir-birinə vurular. Bu cür şəkildə qalır. 16'nı 4'ə vurduq. Belə də 64. Önündə bir dənə 0 vardı. 640 joldan ibarət olur sualımızın cavabı. 9-cu sualımıza baxaq. Uyğun düsturları yazmaqla dəyişən cərəyan tezliyinə verilmiş tutum müqavimətinin müstəvi hava kondensatorun lövhələr arasındakı məsafədən asıllıq qrafikini çəkəcək. Tutum müqavimət deyirsə, bu XS-dən ibarətdir. Yazıram bura XS. Sonra lövhələr arasındakı məsafə deyirsə, bu da D-dir. Yəni, XS-imizin D ilə əlaqəsini deyir ki, bu nə cür şəkildə olacaqdır. Bir də burada ipucu var. Lövhələrin sahəsi sabitdir. S. Biz də bilirik ki, düsturun içində hansı hərf sabitdirsə, o düsturumuzda olacaqdır. Onda mən burada XS-imizin düsturunu yazıram. Yəni, tutum müqavimətin düsturunu yazıram. XS bərabərdir 1 bölünsün omega s'dən ibarətdir. Bizə D məsafə lazımdırsa, onda bax, bu s'nin yerinə nə yazacağım?
epsilon 0 vurulsun S bölünsün D. D-də görürəm məxrəcdən aşağı olanlar sürətə qalxacaqdır. Deməli, bunu sürətə qaldıram. Bax, bu D-mizi. Onda bu 1 vurulacaqdır D-yə də. Biri də yazmağın bir önəmi qalmır. Buradan da kəsr xəttimizi uzadıram. Baxıram ki, XS-imiz D ilə məsafə ilə düz asılıdır. Düz asılığımızın qrafiki belə olacaqdır. Bu 19-cu sual. İndi 10-cu sualımıza baxıram. Bu yanlarımızı silək buradan. 10-cu sualımızda lövhələr arasındakı dielektrik nüfuzluğu epsilon olan dielektrik qoyulmuş kondensator dəyişən cərəyan mənbəyinə qoşulanda ampermetrin göstərişi i olacaqdır. Lövhələr arasında dielektriki götürsək, ampermetrimizin göstərişi necə dəyişmiş olacaqdır? Hə, demək indi biz nə edə bilərik bu sualımızdan? Bizim bax bu hissələrimizə qədər nöqtəyə kimi verilən hərflərimizi qeyd edirəm. Birinci gələn dielektrik nüfuzluğu, yəni Y1-dir. Y1-i Y ilə əvəz edəcəm. Sonra bir dənə cərəyan şiddət veribdir. Deməli, birinci ilk gələn hissələr birinci hərflərimizdir. Birinci cərəyan şiddətimizi də bizə I ilə veribdir. İndi növbəti cümlə gələndə isə bax bu. Deyir, indi buradan dielektrik nüfuzluğunu götürsək, ampermetrin göstərişi nəyə bərabər olacaq? Yəni, ikinci dielektrik nüfuzluğunu götürəndən sonra ikinci cərəyan şiddətimiz deyir, nəyə bərabər olacaq? Əgərlərim ikinci cərəyan şiddətimizi götürəcəksə, deməli, bunun epsilon deyil də qiyməti 1-dir. Yəni, 1 şəklində yazacaq. Və buna görə də ikinci cərəyan şiddətimizi istəyir bizdən. Baxıram ki, vəziyyət nədir burada? Kondensatordur. Kondensatora görə artıq mən Ohm qanunun düsturunu yazırım. I bərabər U bölünsün daha R yox. Kondensatora görə bu R-in yerinə XS-imizi yazacaq. Sonra biz də bilirik ki, 1 XS-in açılışı 1 bölünsün omega S-dir. Onda XS-in yerinə yazıram 1 bölünsün omega S. Məxrəcdən də aşağı olduğu üçün omega S qalxacaqdır, sürətə vurulacaqdır. Və oradakı 1-i də silirəm. Sonra mən elə etməliyəm, epsilon bizim düsturda olacaq. Onda S-nin yerinə onu yazacağım. Bax, buradan qoy hamısını köçürdüm. U bölünsün omega S-nin də yerinə yazıram. Epsilon 0 vurulsun S bölünsün D-dir. Buradan görürəm ki, cərəyan şiddətimiz bizim epsilona düz asıdır. İndi ona görə mən nisbət qrup yazacağım. Yəni ki, ikinci cərəyan şiddətimizi bizdən soruşur. Mən niyə bura çaşıb bir qoymuşam? İkinci cərəyan şiddətimizi istəyirsə bizdən, ikinci cərəyanın birinciyə nisbəti epsilona düz asılı olduğu üçün Y2-nin də Y1-ə olan nisbəti. İkinci cərəyan epsilonumuz, bizim yəni dielektrik nüfuzluğumuz 1-dir. Birincinin isə qiymətini Y vermişdir. 1 bölünsün Y-dən ibarətdir. Elə bil ki, son ifadəmiz bizim belə qalır. I2-nin I1-ə nisbəti 1 bölünsün epsilondur. Və ikinci cərəyan şiddətdə soruşulduğuna görə I2 bərabərdir. I1 bölünsün epsilondur. I1-i I veribdir. Bu da epsilon. Deməli, cavab I bölünsün epsilondan ibarət olacaqdır. Və salam. Sualımızın cavabı bizim bundan ibarət olur. Növbəti sualımıza baxıram. 11-ci sualımız. Bu hissələrimizi buradan silək. Bu sualımızda K çarını qapadıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişir? Bax, bu ampermetrimiz bizim buradakı kondensatorlarımızın bağlı vəziyyətlərini ölçəcək ümumi şəkildə. Əgər belə bir test paralel birləşmənin içində ampermetri verilsə, orada heç vaxt ampermetrimiz də dəyişməz, maqnit selimiz də maqnit sahəsinin enerjisi dəyişməz. İndi baxıram verilən şərtlərimizə. K çarını qapadıqda deyirsə, vaxtı ikən bu keçmiş zamanda bunun tam əksi olaraq cavabımız antonimları açıq haldaymış. Yazıram belə açıq halımıza görə. Deməli, bu bizim K çarımızdır. İndi mən bunu açıq hala görə belə silirəm. Yəni, bura belə. Və başlayıram cərəyanımızı yola salıram. Cərəyan müsbətdən deyək ki, buradan qəbul etsək gəlir. Bu aşağıdan belə keçib gedəcəkdir. Amma yuxarıdan keçib gedə bilməyəcək. Çünki ora açıqdır. Açıq olan hissədən cərəyan keçmir. İndi hal-hazırda bizim cərəyanımız açıq hala görə bir tək S-nin üzərindən keçdi. Onda bu mənim birinci vəziyyətim olduğuna görə bu da ayağına bir ata. S1 bərabər S. Çünki bir kondensatorun üzərindən bir cərəyanımız keçdi. İndi ikinci vəziyyətimizə baxıram. İkinci vəziyyət bizim son halımız qapalı haldır, yəni bağlı haldır. Qapalı halımıza görə baxıram. Buraları silirəm.
Bu hissəmizi, K-çarımızı buradan bağlayıram belə və indi cərəyanımızı yola salıram. Cərəyan müsbətdən gəlir bura, həm yuxarıdan keçib gedəcək, çünki ora bağlıdır, həm də aşağıdan keçib gedir. İndi ümumi baxıram ki, cərəyanımız hal-hazırda iki kondensatorun üzərindən keçibdir. Özənəcür şəkildə paralel birləşibdir də, hər birinə C deyibdir. Və biz də bilirik ki, paralel şəklimizə görə kondensatorlarımız toplanacaqdır. Yəni C ilə C-nin cəmi 2C-dən ibarətdir. Bu indi hal-hazırda hansı vəziyyətdir? İkinci vəziyyətdir də, ayağına bunun 2 atacaq. Və deyir ki, bizim ampermetrimiz nə cür şəkildə dəyişəcək? İndi gördüyümüz kimi burada kondensatorlar var deyə, onda ohm qanunumuzu kondensator tutum müqavimətinə görə yazacağım. I bərabər U bölüsün R yox, R-in yerinə artıq XS qoyacaq belə. Və biz də bilirik ki, XS-imizin də açılışı 1 bölünsün omega C-dir. XS-in yerinə yazsaq 1 böl omega C. Omega C məxrəcdən aşağı olduğu üçün sürətə qalxacaqdır. Yəni U vurulur omega C-yə. Buradakı bölünsün biri də daha önəmi qalmır yazmağa. Sonra görürəm ki, cərəyan şiddətim tutum ilə düz asılıdır. Görürsən, tutum əvvəlcə 1C idi, sonra oldu 2C. Neynədir? 2 dəfə artdı da. Deməli, onda ampermetrimizin də göstərişi buradan 2 dəfə artır. Ya da bunu nisbət qrup yazıram. Həmişə nəyəsə dəyişimi soruşulursa, onun ikinci hərfi birinci hərfə bölünür. Tutum ilə düz asılıdır deyə C2-ni də C1-ə bölürəm. Bizim C2-miz 2C-dir, C1 də C-dir. Onda C-lər ixtisar olunacaqdır. Qiymət yuxarıda sürətdə 2 qalır. Bu isə onun 2 dəfə artımı olacaqdır. Növbəti sualımıza baxıram. 12-ci sualımız. Baxın, ilkin yazmaq istəyən 11-in izahına diqqətlə baxsın. Q-çarını açdıqda deyirsə, deməli bunun antonim vəziyyətini götürəcək. Yəni tam əksin. Yəni qapalı halımızdır bu belə. Və cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişir? Dedik ki, əgər ampermetr tək şnurun üzərində olacaqsa dəyişəcəkdir. Amma yox gətirsə belə paralel birləşmədə qoysa heç vaxt dəyişməyəcək. Bunu yadınızda saxlayın. İndi birinci hal bizə qapalı haldır. Bu açarımızı buradan bağlayıram. Cərəyanımız yola çıxır. Gəlir cərəyan ya da buradan götürək, fərqi yoxdur. Gəl ampermetr tərəfdən götürək, fərqi yoxdur, yəni deyirəm. Cərəyan buradan gəlir. Belə yuxarıdan da keçib gedəcək, ora bağlı olsun. Aşağıdan da keçdi, getdi. İndi hal-hazırda gördüyümüz kimi buradakı hər tutumumuza da C dediklərinə görə bu bizim birinci vəziyyətimiz üçün tutumumuzu tapanda paralel birləşmədə də paralel birləşmədə tutumlar, eyni tutumlar onların sayına vurulur. Sayda 2 olduğu üçün C də 2-yə vurulanda belədir 2-si. İndi ikinci hal, yəni son halımız artıq bizim açıq haldır. İndi açıq halımıza görə baxıram. Deməli, bura belə açıqdır. Cərəyan buradan yola çıxır, gəlir, buradan aşağıdan keçdi, getdi. Yəni, bir tutumun üzərindən keçdi, getdi. Bu da bizim ikinci haldır deyə, onda buradakı tutumun adına C qoyacağım. Biz nə tapacaq buradan? Ampermetrimizin göstərişini deyirdi. Ona görə ohm qanunumuzu yazacağım. I bərabər U bölünsün R yox, daha R-in yerinə XS-imizi yerləşdirəcəm. Dedik, bir XS-in açılışı 1 böl omega C-dir. Onda omega C-miz qalxır yuxarıya doğru və yeni də görürük ki, bizim cərəyan şiddətimiz tutum ilə düz asılıdır. Tutum öncə 2C idi, oldu C. Neynədir? 2-dən düşdü, oldu 1C. Deməli, tutum azalır. 2 dəfə azalır. O da 2 dəfə azalanda cərəyan şiddətimiz də bizim 2 dəfə azalır. Çünki bunlar bir-birlərindən gəlib nədir? Düz asılı olacaqlar. Ya da dediyim kimi bunun dəyişimini tapacağımsa ikinci hərfi birinci hərfə bölünür. Tutum ilə cərəyan düz asılıdır deyə C2-nin C1-ə nisbət olur. C2-miz C, C1-imiz də 2C-dir. C-lər ixtisar olunur. Məxrəcdə qalır. 1 bölünsün 2-dən ibarətdir. Məxrəcdə qiymətin alınırsa, o 2 dəfə onun azalmağı deməkdir. Sürətdə olsaydı 2 dəfə artım olacaqdır. 13-cü sualımızda. Müqavimətlər R1, R2, R3 olan şəkildəki rezistor bu şəkildə göstərilir. 5 saniyə müddətində ayrılan istilik miqdarımız nədən ibarət olacaqdır? Deməli, baxıram ki, bu Kosinus qanuna görə dəyişir və rezistorlar, müqavimətlərimiz verilib də. Bizim buna görə düsturumuz Q bərabərdir. I kvadratı RT niyə görə yazmıram? Qoy deyim, çünki burada bizə gərginlik veribdir. Gərginliyə görə bizim düsturumuz Q bərabərdir. U-nun kvadratı bölünsün R vurulsun T-dən ibarətdir. Əgər I olsaydı, onda I kvadrat RT yazacaqydıq. Sonra nə baxırıq biz buradan? Deməli, görürəm ki, bax buradan tənini köçürüm. U bərabərdir UM, kosinus omega T-dir.
UM bizə nə qədərdir? 200-dür. Yazıram 40-dan. UM-imiz bərabərdir 200 voltdur. Deməli, mənim bu düsturumdakı U-nu adi U kimi yox, UM bölünsün kökdə 2 yazacağım. Adi U nədir? UM bölünsün kökdə 2-dir. Bu da U-nun kvadratı olduğuna görə, elə bil belə istəyirsən 40-da yazaq da, bunun kvadratını yazsam, onda bunların obşu hamısının kvadratı olacaqdır. O da olur belə, U kvadratın yerinə UM kvadratı bölünsün kökdə 2-nin də kvadratı kökdən çıxaraq kökdə 2 şəklində olur bunun vəziyyəti. Düsturumuz onda o zaman belə olur. UM-in kvadratı bölünsün 2 RT-dən ibarətdir. İndi buradan ümumi bir dənə son yekün müqavimətimizi çıxartacağıq biz və görürəm ki, buradakı iki müqavimətimiz bizim ardıcıldır. Müqavimətlərimiz ardıcıl olanda toplanacaqdır. Bax, bu ardıcıl vəziyyətimizə görə buradakı müqavimət 50 ilə 150-nin cəmidir. Yəni, R1 ilə R2-nin cəmi bu da eləyəcəkdir 200 ohmdan ibarət. Və mən bax, bu hissə ki var, buranı artıq bir dənə yekün ardıcıl vəziyyəti, bir yekün R müqaviməti ilə əvəz edəcəm. Bu da nə qədərdir? 200 ohm müqavimətimizdən ibarətdir. R3 müqavimətimiz isə bizə nə qədər verir? O da 200-dür. Yəni, bax, buradakı müqavimətimiz də bizim 200 ohmdan ibarətdir. İndi nə görürəm? Mən artıq bunu paralel birləşmə kimi görürəm. Paralellər axı alt-alt olur. Paralel birləşməmizin ümumilikdə son ümumi müqavimətimiz nə cür tapılır? Paralel birləşmədə eyni müqavimətlər onların sayına bölünür. Hər biri 200-dür, sayları da 1-2-dir deyə. Onda 2-yə böləcəm bunu mən. 200-ü 2-yə böləndə son yekün müqavimətimiz bizim 100 ohmdan ibarətdir. Ümumi gərginliyimiz də maksimum vəziyyətimiz var. Sonra bizə buradan zamanımızı da 5 saniyə verirsə, demək olar ki, bütün fiziki kəmətlərimiz hazırdır. Verilənləri yerinə qoyacağım. UM 200-dürsə 200-ün kvadratı, 2 vurulsun R-imiz 100-dür. Zaman da bizə 5 verilibdir. İndi belə eləyək. 200'ün kvadratı 2 dənə sıfırı atıram yanına. 10 üstü 2'nin kvadratı 10 üstü 4. 2'nin də kvadratı elədir 4. Bunu elə bu sadə olsun deyə bu şəkildə yazacağım. Sonra 10 üstü müsbət 4 ilə 10 üstü müsbət 2'miz ixtisar olunur. Sürətdə 10 üstü müsbət 2 qalır. Daha sonra 4 5'ə vurulur 20. 20 də yarıya bölündə bu da elədir 10. 10 üstü də 2 var. Yəni 100'lükdür də. 10 da 2'yə vurulanda yəni daha doğrusu 10 yüzlüyə vurulanda 1000 eləyir. 1000 joule və bu da 1 kilojoldan ibarətdir. Çünki kilo 10 üstü müsbət 3 deməkdir. Baxaq növbəti sualımıza. 14-cü. Tutumları S1 və S2 40 mikrofarad, S3 30 mikrofarad olan kondensatorlar sxemdə təsvir olunmuşdur və dəyişən cərəyan dövrəsinə qoşulur. Dövrənin tutum müqavimətini soruşur bizdən. Tutum müqavimət XS-dir. Bunu biz tapmalıyıq. İndi baxıram buradan nəyə? Görürəm ki, S1 ilə S2 bizə nə qədər verilibdir? Hər biri 40 mikrofarad veribdir. Buna da 40, buna da 40 yazıram və ardıcıl birləşmədir. Ardıcıl birləşməmizə görə eyni müqavimətlər onların sayına bölünür. Hər biri 40-dır. Sayları da 2 dənə olduğu üçün 42-yə böləndə bölədi 20 mikrofarad. Bu deməkdir ki, bu ikisinin ümumi sonda bir qiyməti 20 mikrofaraddan ibarətdir. Bunları silirəm. Artıq S1 və S2-nə aparım. Ümumi bunların ardıcıl birləşmələri 20 mikrofaraddan ibarətdir. Və indi baxıram nəyə? S3-ümüz bizə 30 mikrofarad verir. S3-ün yerinə 30 yazıram. Görürəm ki, artıq buradakı tutumlar, yəni kondensatör alt-altadır. Onda belə olduğu halda artıq bizim bu son halımız paralel birləşmədir. Paralel birləşmələrə görə isə fərqli tutumlar toplanır. Yəni S1 götürək bura deyək ki, S1, buna S2, S3 deyilsin. Fərqi yoxdur da, fərqli tutumlardır. Mən toplayacağım 20 ilə 30-un cəmi bu deyiləcəkdir 50 mikrofaraddan ibarətdir. İndi XS-ə baxıraq. Yəni, bax, biz burada belə götürək də son vəziyyətimizə görə, son versiyamıza görə artıq bir dənə yekun bir tutum tapıram. Həmin o yekun tutumumuz da 50 mikrofaraddan ibarətdirsə, onda bunu bir dənə ümumi, yəni son yazaq da ümumi bu müqavimətimiz 50 mikrofaraddan ibarətdir. İndi XS-imizə baxıram. Bir XS-in açılışı 1 bölünsün omega C-dən ibarətdir. Omega hanı? Omega demişdik ki, sinusla T-nin ortasında yerləşir. Yine tənlimə aydın olsun deyə yazıram bura. U bərabərdir UM sinus omega T'dir. Və baxıram ki, omega harda yerləşir? Omega sinusla T'nin ortasına yerləşir. Deməli, onda bizim omegamız buradan kənardan yazıram 40
40-dır qiyməti və omeqanın yerinə 40 yazıram. Son ümumi tutum 50 mikrofaraddır. Mikro 10 üstü -6 deməkdir. Sonra 40 buradan 50-yə vurulanda yazıram buraya 20 və yanında da bunların 0 var idi. Bu 10 üstü -3, 10 üstü -6-ya vurulanda bu elədi 10 üstü -3-dən ibarət belə. 2 vur 10 üstü -3 və 10 üstü -3 yuxarıya qalxanda bu müsbət olur. Bölünsün 2. 10 üstü -3 1000 deməkdir. 1000 yazıram. Bölünsün 2. Cavab olacaqdır 500 ondan ibarət. 14-cü sualımızın cavabı. 15-ci suala baxaq. Tutumları S1, S2 və S3 bu şəkildə verilibdir. Yenə deyir ki, tutum müqavimətimizi tapmaq lazımdır. S1 bizə verilibdir 60 mikrofarad, S2 20 mikrofarad, S3 də 10 mikrofaraddır. Birinci baxıram bura ki, bunlar paralel birləşmədir də. Bax, bu S2 ilə S3-ün ümumi vəziyyətini tapanda paralel birləşmələr üçün tutumlar toplanır. Bu S2-dirsə, bu da S3-dürsə, onda S2 ilə S3-ümüzü toplayacağım. Və 20 ilə də onun cəmi bu bizə verəcəkdir sonda 30 mikrofaraddır. Yəni elə bil ki, bunların artıq son bir qiyməti var ki, bu da 30 mikrofaraddan ibarətdir. Bunları buradan silirəm. Son vəziyyətimiz üçün buna yazıram ki, 30 mikrofaraddır. Qoy kənarlarını da silim ki, bunu biz aydın görə bilək. Hə, bura nə oldu? Son vəziyyətimiz 30 mikrofaraddır. Belə olduğu halda indi görürəm ki, bunlar ardıcıl birləşibdir. Deməli, son ümumi vəziyyətimizə görə ardıcıl birləşmələrdə buraya istərsən S1, burada S2 adlandıraq da, baxaq ki, nə cür baxırıq. Ardıcıl birləşməyə görə fərqli müqavimətlər olanda S1 S2-yə vurulur, məxrəc isə bunların cəmindən ibarətdir. S1 60-dır, S2 30-dur. Məxrəc 60 ilə 30-un cəmi edir 90. Sıfırlarımız ixtisar olunur. Buradan bizim 9 ilə 3 də ixtisar olunur. Məxrəcə 3 düşür. 60 da 3-ə bölünəndə bu 20 mikrofaraddan ibarət olur. Yəni, sondakı mən buradakı tutumu ən son vəziyyətimə görə 20 mikrofarad olaraq tapıram. Və götürəm, indi biz nə edirik? Bizə tutum müqavimətimizi tapdıq. Tutum müqavimətimiz isə XS-dir. XS-imiz də dedik bərabərdir 1 böl omega S-dir. Qoy bir dənə buradan son müqavimət tutumuzu yazıram. 20 mikrofaraddır. Deməli, XS soruşuldu. Yəni, tutum müqavimət açılışı nə cür idi? 1 böl omega S-dən ibarətdir. Bundan öncəki izaha baxın, omeganı oradan nə cür çıxartdıq? Düz tənə yazım ya köçürtdük. Omegamız 500-dür. Omeganın yerinə 500 qoyuram. Son vəziyyətimizə görə isə tutum 20 mikrofaraddır. Tutumun yerinə yazırım 20 mikrofarad. Mikro 10 üstü -6-dan ibarətdir. Deməli, 5 buradan 2-liyə vurulanda bu elədi 10. Buradan yazıram 10. Buradakı bir dənə 0 əlavə edirəm, yanında var idi. Nə qədər edir bu? 4 0 10 üstü -6-ya vurulur. Yəni, bunu belə yaza bilərəm. 10 vurulsun -4. 10 -4 -6-ya vurulanda burada qalır 10 üstü -2. Yəni 1 bölünsün 10 üstü -2. Mənfilər də sürətə qalxanda müsbət olur. Yəni belə olur. 10 üstü -2. 1 vuruldu da 10 üstü -2. 10 üstü -2 də 100 deməkdir. Yəni cavab 15-də 110-dan ibarət olur. 16-cı sualımıza baxaq. Gərginliyin təsir edici qiyməti 30 volt. Dəyişən cərəyan mənbənin aktiv müqavimət 8 ohm olan rezistor, induktiv müqavimət, sarğac, tutum müqavimət ardıcıl olaraq qoşulur. Dövrədəki cərəyan şiddətin təsir edici qiyməti nədir? Bax, mənə deyir ki, sənin burada gərginliyin təsir edici qiyməti var. Təsir edici qiymət indeksində heç nə olmayan fiziki kəmiyyətdir. Yəni, bunu bizə 30 nə qədər verib? 30 volt olaraq veribdir. Vahidini də yazaq yanına. Sonra hansı hərflərimiz var? Aktiv müqavimətimiz var. Bir-bir çəkirəm. Bax, bu hissə bizim aktiv müqavimətimizdir. Bu R-dir. Sonra digər yandan aktiv müqavimətdən sonra deyir induktiv müqavimət. İnduktiv varsa purşun çəkirəm. Yəni, induktiv müqavimətimizə görə müqavimət X olacaqdır. Digər də verir tutum müqavimət. Tutum müqavimətimizə görə də bu müqavimətin adı XS olacaq və nə cürdür? Deyir ki, bax, ardıcıl şəkildə qoşulmuşdur nəyə? Dəyişən cərəyan dövrəsinə bax, dəyişən cərəyan mənbəyinə dövrəsinə belə. Buradan da dəyişən cərəyan mənbəyi çəksək, bu da olacaqdır bax, bu cür şəkildə. İndi nə görəm?
Burada bizim 3 dənə tutum müqavimətimiz var. 3 müqavimət olanda bunun adı tam müqavimət olur. Tam müqavimət nəyə bərabərdir? Aktivin kvadratı, yəni R'in kvadratı üzərinə gəl XL ilə XS-imizin fərqinin kvadratından ibarətdir. Verilənləri köçürdürəm. R müqavimətimiz, yəni aktiv müqavimət 8 L'dir. 8 ohmdur daha doğrusu. İnduktiv müqavimətimiz, yəni XL-imiz 15 ohmdur. XS isə, yəni tutum müqavimətimizdə 9 mikrofaraddır. Verilənləri hesablayaq. 8-in kvadratı üzərinə gəl XL 15, XS-imiz 9-un kvadratıdır. Buradan sadələşdirsək 8-in kvadratı 64. Sonra 15-dən 9 çıxdıq. Bu elədi 6. 6-nın da kvadratı bu deyiləcəkdir 36. Bu ifadələr kökün altındaydı. 64 da 36-nın cəmi eləyir 110. 110 da kökdən çıxaraq eləyəcəkdir 10 ohm. Yəni mən sonda olan bax bu z-imizi, yəni başqa sözlə tam müqavimətimizi 10 ohm tapıram. Yazıram z-imiz bizim bərabərdir 10 ohmdan ibarətdir. İndi buna görə deyir ki, cərəyan şiddətinin təsirçi qiymətini tap. Təsirçi qiyməti adi i-dir. i də bərabər u böl r-dir. Artıq bizim buradakı aktiv müqavimətimiz yox, daha z-ə görə yazacağım. Yəni tam müqavimət, yekun tam bütün müqavimətlərimizin vəziyyəti bu şəkildə olur. İndi gərginliyimiz bizim 30, z-imiz də 10-dur. 30 da 10-a bölünəndə bu 3 amperdən ibarət olur. Bu adi cərəyan şiddətidir. Yəni təsirçi qiymətdir. Amma maksimum desəydi, amplitude desəydi, düstur belə olardı. İm bölünsün kökdə 2. Oradan İmi tapardıq. İm də bərabər olardı. Kökdə 2, i'dən ibarət kökdə 2, i də nədir? 3-dür. Bu da olardı 3 kökdə 2. Yəni maksimum desəydi, amplitude desəydi, sondakı vəziyyətimizə görə tapardıq. İndi baxıram 17-ci sualımıza. Deməli, bu sualımızda isə deyilir ki, bizə uyğun düsturları yazmaqla müstəvi hava kondensatora qoşulmuş dəyişən cərəyan dövrəsini, cərəyan şiddətin, amplitud qiymətinin, kondensatorun lövhələr arasındakı məsafədən asılı qrafikini çəkin. Yəni, cərəyan şiddətimizin maksimum qiymətinin məsafədən asılığa necə olacaqdır? Görə sabit hərf nədir? Gərginliyin amplitud qiyməti, yəni UM, sonra dövrü tezlik, yəni neu, kondensatorun lövhələrinin sahəsi, yəni S, havanın dielektrik nüfuzluğu, yəni epsilon, bax bu fiziki kəmətlər deyir ki, dəyişmir, yəni konstantdır. İndi belə yadda saxla. Demişdik ki, əgər hansısa fiziki kəmətlərimiz bizim dəyişmirsə, deməli onlar düsturun içində olacaq. Bunu kənardan yazım, UM olacaq, düsturda neu, S, epsilon. Hər biri konstantdır, yəni konstantdırsa, bu düsturların dövrü də mütləq və mütləq bizim düsturumuzda olacaqdır. Yine bir de bakalım hansı söze? Kondensator sözüne. Kondensatora göre ohm qanunumuzun düsturu I bərabər U bölünsün R'dir. Bizi cərəyan şiddətimizin və gərginliyin maksimumu verilibsə, yəni IM, UM verilirsə, onda I-ni belə yox, IM, U-nun dayağına UM atacaq. Eyni indekslər atılacaqdır. Daha sonra kondensatora görə müqavimətimiz artıq R yox, biz bunu XS-imiz ilə əvəz etmiş olacaq. İndi bilirik ki, 1x'in açılışı nədən ibarətdir? 1 böl omega s'dən ibarətdir. Gətirək bunu, bax, təzədən kənardan çəkim ki, bunu biz daha da yaxşı görə bilək. Qoyduq bura. Belə. İndi dedik ki, 1x'in açılışı nədir? 1 bölünsün omega s'dir. X'in yerinə yazıram. 1 böl omega s. Omega s də məxrəcdən də aşağıdırdır. Onda o qalxır yuxarıya. Məxrəcdə də 1-in önəmi yoxdur. Belə bir vəziyyət olur. Mən nə görəm? Mənə D məsafəsi lazımdır. Onda S-ni tutumu, yəni belə saxlamıram. S-nin yerinə yazıram. Epsilon, epsilon 0 vurulsun S, bölünsün D və görürəm ki, IM D məsafəmiz ilə tərs asıdır. Belə. İndi gəl burada nəyə fikir ver? Yaşıl rəngdə hansı hərflər var? Asıllıq qrafikdən kənardadır onlar. Onların hamısı konstantdır. Bax, UM. Buradan yazıram, UM-imizi tapdıq. Omega. Omeganın yerinə 2 pi nu yazaram. Omeganın özü sabitdirsə, tezliyi periyodda sabit olacaq. 2 pi nu. Deməli, nu da konstantdır burada. S də konstant verdi. Epsilon da konstant verdi. Deməli, 4 fiziki kəmətimizi biz doğru şəkildə tapdıq. Və buradan da gördüyümüz kimi
U-muz da, yəni i-miz də d-imiz ilə, məsafəmiz ilə gəlib tərs asılı olacaq. Həmişə qrafikinizdə sizin iştirak edən hərflərinizdən başqa düsturun qırağında, yəni kənarında qalan hərflərinizin hamısı sabit olacaqdır. Onsuz da Y0'ımız bu da bizim elektrik sabitidir. O adı üstünə elektrik sabiti. O sabit bir fiziki kəmiyyətdir ki, hazır bir qiymətə malikdir. Bu neçə olur? 17. İndi 18-ci suala baxaq. Lütfen bu yanlarımıza silahı biz. Demek belə. Bu sualımızda isə deyilir ki, bizə uyğun düsturları yazmaqla sarğac qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiymətini sarğacın daxilindəki ferromaqnit işliyin maqnit nüfuzluğundan asılılığı hansı olacaqdır? Deməli, indi deyir ki, cərəyan şiddətinin amplitud qiymətinin, yəni i-mizin çəkək kənardan, mu-dan, yəni asılılıq qrafiki necə olacaqdır? İndi gəl biz baxaq buna görə hansı düstura görə əmələ gətirə bilərəm. Sarğac deyildiyinə görə onda ohm qanunun düsturunu yazırım. I bərabər U böl R'dir. Daha sarğaca görə R'imizin yerinə biz X elimizi yazacağıq. Hə, bu belə. Buradan cərəyan şiddətimizin maksimumu deyirsə, onda i-min də maksimumu, u-min də maksimumu yazılacaq. Sabit hərflərə fikir ver. Gərginliyin amplitud qiyməti, bir də dövrü tezliyimiz nədir? Dəyişmir. Bu deməkdir ki, həm düsturumda u-m olacaq, həm də niyə olacaq? Bunların hər ikisi konstant olacaqlar. İndi bu da bizə azından bir köməkdir də. Yəni bilirik ki, düstur hansı düstura görə, fiziki kəmiyyətə görə müəyyən olunacaq. U-m konstantdır. Deməli, bu düsturda var. Doğru düsturdan gedirik hələ ki. X-elin də yerə nə yazacağım? X-elin də açılışı omega L-dən ibarətdir. Mu da verildiyinə görə omeganın da yerinə 2 pi numuzu yazıram. Belə. Bir də baxırım nəyə? Bizə burada mu verilir. Mu da nə zaman yazırım? Mu-nu yazmaq üçün L bərabər mu L0 yerləşdirəcəm. Yəni onda bizim axır ifadəmiz bu şəkildə olur. İm bərabərdir UM. Məxrəcdə omeganın yerinə 2 pi nu yazsaq, L-in də yerinə mu L0 yazsaq, İmimiz mu ilə tərs asılı olur. Belə. Bax, indi kənarda qalan fiziki kəmiyyətlərimi yaşlı rəngə salacağım. UM, nu, L. Onsuz da L0 sabitdir o heç. UM ilə nu'muz bizim burada konstantdır. Elə o da bizə şərtli elə verir. UM ilə nu deyir konstant olsun. Qrafikiniz istər düz asılıq olsun. Bax, misal üçün göstərim, düz asılıq, istər kökaltı, istər kvadratda fərqi yoxdur da. Nə cür şəkildə verir, versin. Bu iki fiziki kəmiyyətdən başqa, yəni şaquli ilə üfüqi xəttin asılıq qrafikindən başqa, düsturun içində, kənarda qalan hərfləriniz, yəni fiziki kəmiyyətləriniz, bilin ki, onlar həmişə sabit olacaqdır. 19-cu sualımıza baxaq. Dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv müqavimətinə malik rezistordan keçən cərəyan şiddətimizin asılıq qrafiki var. Uyğun düsturları yazmaqla bu rezistorda ayrılan gücün ani qiymətinin zamanla asılıq qrafikimiz bizim hansı olacaqdır? Deməli, mən nə görəm? Mən görəm ki, bizim cərəyan şiddətimiz kosinus qanuna görə dəyişir. Həmçinin bizə burada aktiv müqavimət deyilir. Aktiv müqavimətimizə görə I və U eyni qanuna dəyişəcəkdir. Bax, i'miz bizim qıraqdan gələnlər kosinusa görə dəyişirsə, deməli, i də kosinusdan dəyişəcəkdir. Gərginliyimiz də hər ikisi bunlar kosinus qanuna görə dəyişmiş olacaqdır. İndi mənə deyir ki, buradan sən neynə? Gücün ani qiymətinin zamandan asılı qrafikini çəkəcək. Yəni, P ilə T-nin asılı qrafikini baxırıq. Mən bilirəm ki, gücümüzün belə düsturu var. P bərabərdir I-U-dur. Burada gərginliyimizin, bax, cərəyan şiddətimizin maksimumları və yaxud da gərginliyin maksimumu. Onda i-nin ayağını i-m, gərginliyin ayağına u-m atıram. I kosinus qanuna görə dəyişir. Gərginlik də kosinus qanuna görə dəyişirsə, bu olur kosinusun kvadratı. Yəni, kosinusun kvadratı, bax, cərəyan şiddəti hardan gəlir? Belə müsbət rübədə düşür, mənfi rübə. Amma bunda artıq kvadratdır. Deməli, bunda mənfi rübə düşmə belə bir vəziyyət yoxdur. Yəni, kənardan kosinus gəlir, amma ancaq hamısı gücümüzün düsturu burada müsbətə görə olur. Mənfiyə görə düşsə olsaydı, aşağıdan gələcəkdir. Bax, bu bir yanaşmamızdır. Və yaxud da gücün, bax, bu düsturunu yazıram. P bərabərdir. I-nin kvadratı vurulsun R-dir. I nədir? Kosinusdur. Yəni, onda i-nin kvadratı kosinusdan. Yazacağım buna kosinusun kvadratı, elə bir, belədir. Yəni, qısacası kosinus 3-ü bizim yenə də müsbətdən olacaqdır. Yəni, belə.
Baxaq növbəti suala. Səhv etmirəmsə, artıq sualın sonuna gəlib çatdıq. Bəli. Bundan sonra gələn dərs həndəsə optikadır. Əgər daha çox dəstək olarsınızsa, o zaman həndəsə optikaya gələn səfərin izahına qalır. Beləliklə, videolarımızın sizə faydası oldusa, videonu bəyənib, paylaşıb və həmçinin rəy bölümündə öz fikirlərinizi yazmağı unutmayın. Növbəti izahlarda görüşənədək sağ olun, Allah'a emanet.